Nə qədər qəlblər var daşdır. Nə qədər qəlblər var avaradır, sərgərdandır. Pərverdigar aləm Quranda buyurur ki, əhli cəhənnəmin sözü budur ki, iki şeydə sərmayəmizi xarab elədik, dağıtdıq, varlığımızı dağıtdıq. Nə qulaqdan istifadə elədik, nə əqlidən. Yəni qulaqdan, əqlidən istifadə eləyən əhli behişt olar. Mərifət tapar həqiqətə. Lo kunna nəsməu o nəqil ma kunna əshab səir. Əgər qulaq asaydıq və aql-ı fikrimizi işə salaydıq, yolumuz cəhənnəmə düşməzdi. O adamın yolu cəhənnəmə düşüb, qulağını bağlayıb, ilahi sözə qulaq asmayı, o cəhənnəmə tərəf gedir. O adam ki, əqlin tətil eləyib, meyli nə istəyir, onun dalısıcətdir. Havası nə istəyir, həvəsi nə istəyir, onun dalısıcətdir. Məclis-i Awliya-i İlahi xeyr və rəhmət yağır. Məclis-i Awliya-i İlahidə. Yəni, bu məclisi ki, huzur tapılsan, məclis-i Awliya-i İlahidir. Bəlkə rəqs-i Awliya-i İlahidədirlər, başdılar, sədrdə əyləşəndirlər. Əhl-i Beyt əleyhissalam. Kimdir? Allahın vəlisi. Quran buyuruyor, İnne awliya Allah la xawfun aleyhim və la hum yahzanun. Allah buyuruyor, o ki vəli oldu Allah'a, da onunla Allah'ın arasında fasilə qalmıyor. Qəlbi vəsl oluyor Allah'a. Qəlb Allah'a vəsl oluyor. Ürək Allah'a vəsl oluyor. Hər nə insan Allah'dan alır, qəlblə alır. Ürəklə alır. Nə hər qəlblə. Nə qədər qəlblər var daşdır. Nə qədər qəlblər var avaradır, sərgərdandır. Gah şeyin dalısıcətdir, gah o şeyin dalısıcətdir. Axşaməcəd 100 rəngə düşür, axşaməcəd 100 rəngə düşür, 100 fikrə düşür, 100 xiyala düşür. Bəşər o, buna deyilər qəlbi avara, sərgərdan. Adam ki qəlbi avar oldu, öz aləmində zidd-ü nəqiz yaşayır, içərisi dolu olur ziddlə, davadı içərisində, qil-qaldı içərisində, hay-huydu içərisində, səkinə yoxdur içərisində.